Salam, hər vaxtınız xeyir. Hörmətli abituriyentlər, hörmətli kanal izləyiciləri. Bu gün sizlərlə Səfəvilər dövlətinin 1736-cı ilə süqutuna qədərki dövrünü və Nadir Şah Əfşarlar imperiyası mövzusunu izah edəcəyik. Başlayaq. Əvvəlcə mövzumuzun əvvəlindən qeyd etməliyik ki, 1713-cü ildə Səfəvilər dövləti Şah Sultan Hüseynin hakimiyyəti altında olduğu zaman Şah Sultan Hüseyn Rusiya elçilər heyəti göndərir müqavilə bağlamaq üçün. Lakin Rusiya bu zaman İsveçlə müharibə aparması səbəbindən və başının İsveçlə müharibəyə qarışıq olması səbəbindən Artemi Volenski adlı öz elçisini Səfəvilər dövlətinə göndərir və Artemi Volenskinin qarşısına iki məqsəd qoyulur. Bu məqsədlərdən biri Azərbaycanın Xəzər sahili qərb vilayətlərini, Azərbaycanın qərb sahillərini, Xəzərin qərb sahillərini öyrənmək, digər isə Azərbaycanın daxili iqtisadi, sosial, ictimai vəziyyəti ilə maraqlanmaq və bunu öyrənmək və bunlarla bağlı Rusiya bir sənəd hazırlamaq olur. 1717-ci ildə Artemi Volenski Səfəvi sarayında olarkən İsfahanda Rus tacirlərinin mənafeyinə xidmət edən müqavilə bağlayır və 1717-ci il müqaviləsi demək olar ki, 1667-ci ildə imzalanmış Səfəvi Rus ticarət müqaviləsinin davamı kimi dəyərləndirilə bilər. Əlavətən qeyd etmək lazımdır ki, Ruslar bu zaman Şirvanda konsulluq açmaq niyyətində idilər, lakin Şirvanda konsulluğun açılması cəhdləri Səfəvilər dövləti tərəfindən qarşısı alınır, Rus tacirlərinin maraqları nəzərə alınaraq və Şamaxıda konsulluğun açılması planlaşdırılır. Lakin Şamaxıda baş vermiş üsyan səbəbindən konsulluğun açılması ümumiyyətlə puç olmuş olur. Yəni nə Şirvanda, nə də Şamaxıda Rus konsulluğu açıla bilinmir. Hətta Şamaxıda Hacı Davudun üsyançılarının Rus tacirlərinə qarət etməsi məhz Rusiyanın gələcəkdə Azərbaycana edəcəyi həmin o yürüşün adını Şamaxı ekspedisiyası adlandırması ilə nəticələnir. Lakin bu səfərin adı sonradan dəyişdirilir. 1722-ci ildə isə Səfəvilər dövlətində Əfqan tayfaları üsyan qaldıraraq İsfahan şəhərini tuturlar və paytaxt İsfahanın Əfqanlar tərəfindən tutulması Sultan Hüseynin taxtdan salınmasından sonra Şahın oğlu özünü 2-ci Təhmasib adı ilə Şah elan eləyir və 1722-ci ildən 32-ci ilə qədər Səfəvilər dövləti Şah 2-ci Təhmasib tərəfindən idarə olunur. Və əlavətən qeyd etmək lazımdır ki, Ruslar Azərbaycana edəcəkləri həmin o 1-ci Pyotrun edəcəyi yürüş manifest imzalanaraq Azərbaycana bildiriş edilir. Osmanlı imperiyası Cənubi Qafqazı elə bil ki, Rusların özlərindən qabaq Cənubi Qafqazı tutmasına mane olmaq məqsədi ilə yürüşə başlamağı planlaşdırır. 1-ci Pyotr isə Osmanlının özlərindən qabaq demək Cənubi Qafqazı tutmasına mane olmaq üçün tez bir müddətdə manifest dərc etdirir və bu manifesti Cənubi Qafqaz əhalisinə göndərir. Bu manifest Azərbaycan dilində idi və 1722-ci il 15 iyun tarixində Azərbaycana göndərilmişdi. Manifest sözünün mənası müstəsna əhəmiyyəti olan bir hadisə münasibətilə ali hakimiyyətin əhaliyə, xalqa yazılı bir müraciəti formasında başa düşülə bilər. Yəni yazılı bir müraciət göndərilir Azərbaycan əhalisinə. Hətta burada yürüşün mənası Ruslar Azərbaycana edəcəkləri yürüşü pərdələyirlər və orada qeyd eləyirlər ki, güya Rus tacirlərinin Şamaxıda qarət edilmiş Rus tacirlərinin intiqamı alınmağa gəlinir, lakin heç də belə deyildi. Rusiyanın əsas məqsədi Xəzər sahili vilayətləri işğal etmək idi və Rusiya Həştərxandan iki istiqamətdə quru və dəniz yolu ilə iki istiqamətdə 1722-ci il 18 iyun tarixində yürüşə başlayır. 1722-ci ilin avqust ayında Dərbənd şəhəri müqavimətsiz şəkildə tutulur. Dərbəndi müqavimətsiz şəkildə tutulma səbəbi şəhərin naibi olan, şəhər idarəçisi olan İmamquludur. Çünki İmamqulu öz vəzifəsində qalmaq məqsədi ilə Dərbənddə öz vəzifəsində qalmaq üçün şəhər açarlarını, qalanın açarlarını 1-ci Pyotra özü təhvil verir. Hətta Dərbənddə 1-ci Pyotra sui-qəsd də hazırlanır, lakin qəsdin üstü açılır. Hətta 1-ci Pyotr yürüşü istiqamətini davam etdirmək istəyir Bakı istiqamətində, lakin müəyyən səbəblərdən, hansı ki bu 3 səbəbdən İsveçlə yeni müharibənin başlama təhlükəsi, Osmanlının Rusların Cənubi Qafqazda irəliləməsinə mane olmaq istəməsi, Osmanlının etirazı və Xəzər dənizində baş vermiş tufan səbəbindən Ruslar
Rusların gətirdiyi bütün azuqə və silah-sursat, ərzaq ehtiyatının məhv olması Bakı istiqamətindəki yürüşə Pyotrun özünün yox, generalı Matyuşkinin rəhbərlik etməsinə səbəb olur. Yəni Pyotr özü bu işi tapşırır Bakının tutulmasını Matyuşkinə və bu səbəblərdən Peterburqa qayıdır. 1722-ci ilin dekabrında isə Rəşt Gilan bölgəsi tutulur. Biz əvvəlcə gedək xəritədə hansı ki bu tutulmuş bölgələri ilk istiqamətdə Dərbənd bölgəsi 1722-ci ildə, daha sonra Rəşt Gilan bölgəsi 1722-ci ilin dekabrında. Bu zaman Osmanlı Rəşt tutulduqdan sonra Osmanlı qoşunları Azərbaycana doğru irəliləməyə, Cənubi Qafqaz sərhədlərinə daxil olmağa başlayırlar. Bakı isə 1723-cü ilin 28 iyul tarixində tutulur. Hətta Bakı tutulduqdan sonra burada komendant idarəçiliyi yaradılır. Bakıdan dərhal sonra Salyan tutulur. Osmanlı himayəsi, Rus himayəsi altına keçmiş olur və Bakının tutulmasının şərəfinə Bakıda, Peterburqda atəşfəşanlıq keçirilir. Salyan da işğal edilir. 1723-cü ilin Bakı tutulduqdan dərhal sonra ortalarında, 1723-cün ortalarında Salyan da işğal edilmiş olur və Səfəvi sarayı neyinir? Səfəvi sarayı bunun qarşılığında Şah II Təhmasib öz elçisi İsmail bəyi 2-ci Təhmasib Rus sarayına göndərir. Peterburq müqaviləsi imzalanır bu zaman 1723-cü ildə. Hətta Peterburq müqaviləsinə əsasən İsmail bəy şahın icazəsi olmadan Dərbənddən Gilana qədər bütün Xəzər sahili vilayətləri Ruslara güzəştə getmiş olur. Bəs Ruslar əvəzində Səfəvilərə nə edirlər? Ruslar da əvəzində Səfəvilərə deyirlər ki, Səfəvi şahının öz hakimiyyətini qorumasına biz təminat veririk. Həmçinin Əfqanlar Səfəvi dövləti ilə mübarizəyə qalxarsa, Əfqanlarla mübarizədə də hərbi yardım edə bilərik. Yəni çox kiçik şərtlərlə qarşılığında Dərbənddən Gilana qədər ərazilər alınmış olur. Düzdür, Səfəvi şahı 2-ci Təhmasib bu müqaviləni təsdiq etmir, lakin bu müqavilə Səfəvi dövləti üçün böyük bir risk anlamına gəlirdi. Osmanlının Cənubi Qafqazda irəliləməsi zamanı isə 1724-cü ildə İstanbul müqaviləsi imzalanır. Əstəğfurullah, burada yanlış qeyd etmişik. Hansı ki bu müqavilə Osmanlı ilə Ruslar arasında imzalanmış olur. Osmanlı ilə Ruslar arasında imzalanmış həmin bu müqavilədə nə deyilirdi? Xəzər sahili vilayətlər verilməlidir Ruslara. Ruslar Xəzər sahili vilayətlər istisna olmaqla Azərbaycanın digər ərazilərinin Osmanlı himayəsi altına keçməsinə heç bir narazıçılıq etmirlər. Həmçinin Şirvan bölgəsi Osmanlının hakimiyyəti altında qalmalıdır. Lakin Osmanlı həmin Şirvanda hərbi qüvvə saxlamaq ixtiyarına malik deyil. Nabur müqaviləsi isə 1727-ci ildə imzalanmış olur və bu müqavilə Osmanlı ilə Rusların öz aralarında sərhəd məsələlərini dəqiqləşdirməsi, sərhəd məsələlərinin müəyyənləşdirilməsi məqsədi ilə imzalanır. 1724-cü ildə Osmanlılar başlayırlar öz hakimiyyətləri altına verilmiş torpaqları tutmağa və Osmanlılar ilk növbədə İrəvanı tuturlar, ondan sonra Ordubadı, sonra Salmas, Xoy, Mərənd bölgələrini ələ keçirdirlər 1724-cü ildə. 1725-ci ildə isə Təbrizə birinci dəfə hücum etsələr də şəhərə ala bilməsələr də 25-ci ildə yenə də Təbriz şəhərini tuta bilirlər. Bunun ardınca Təbriz şəhəri tutula bilir. Sonra Gəncə şəhərini Osmanlılar ələ keçirdirlər və Osmanlılar öz işğal zonalarına daxil olunmayan, yəni həmin İstanbul və Nabur müqavilələrindən əsasən Osmanlı işğalı altına verilməyən, yəni Səfəvi hakimiyyəti altında qalan Ərdəbil bölgəsinə daxil olurlar. Ərdəbil bölgəsini ələ keçirirlər. Osmanlı işğal zonasına daxil olmayan ərazi haradır? Ərdəbil. Osmanlılar 25-ci ildə oranı tuturlar və Ərdəbilin tutulması şərəfinə atəşfəşanlıq keçirdirlər. Demək, Ruslar Bakının tutulması şərəfinə Peterburqda, Osmanlılar isə Ərdəbilin tutulması şərəfinə demək İstanbulda atəşfəşanlıq keçirmişdilər. İstanbul müqaviləsi Ruslarla Osmanlılar arasında demək olar ki, Cənubi Qafqaz torpaqlarını bölüşdürmüş müqavilə sayılırdı. Ruslar işğal etdikləri bölgələrdə demək olar ki, Xəzər sahili vilayətlərdə komendant idarə üsulu yaratmışdılar. Bu Rusların birdəfəlik, yəni əzəlindən yaratdığı idarə quruluşudur 18-ci əsr müddətincə. Kür çayında Ruslar gəmiçiliyin və balıqçılığın inkişafına diqqət yetirirdilər. Həmçinin Kür çayının mənsəbində Peterburq kimi bir şəhər saldırmağı niyyətlənmişdilər. Hətta Ruslar özlərinə etnik dayaq yaratmaq məqsədilə 1-ci Pyotrun 1724-cü il 10 noyabr tarixində verdiyi bəyanata əsasən Azərbaycan ərazilərində
Cənubi Qafqaz ərazilərində ermənilərin məskunlaşdırılması da planlaşdırılmışdı. Həmin Osmanlıların hakimiyyəti altında qalan bölgələrdə isə Osmanlılarda vilayətlər, sancaqlıqlar, mahal və nahiyələr yaradılırdı. Həmin vilayətlərdə hakimiyyət Osmanlı sərkərdələrinə, sancaq, mahal və nahiyələrdəki hakimiyyət isə Azərbaycanın öz yerli bəylərinə, yerli feodallarına verilirdi. Həmin bu yerli feodallar Osmanlıya sədaqətlə xidmət etdikləri şərtlə bəylik və ağalıq adlı şərti torpaq mülkiyyət forması alırdılar. Həmçinin Osmanlılar Azərbaycanda yaratdıqları idarə quruluşunda divan və xas torpaqlarını ümumi dövlət torpaqları adı ilə birləşdirmişdilər. Yəni divan və xas Osmanlı idarəçiliyi altında 1700 demək olar ki 24-1735-ci illər müddətində Osmanlının idarəçiliyi altında qalan torpaqlarımızda divan və xas adlı torpaq mülkiyyət forması ümumi dövlət torpaqları adı altında birləşdirilmişdi. Həmçinin Osmanlını demək olar ki dəstəkləyən feodalların mülklərinə dəyilməmişdi, toxunulmamışdı. Səfəvi dövründəki idarəçilik isə tam ləğv olunmamışdı, yəni qismən saxlanılmışdı. Osmanlılar necə ki Şah 1-ci Abbasın hakimiyyəti dövründə 1590-cı il İstanbul sülh müqaviləsinə əsasən Azərbaycanda ələ keçirdikləri torpaqlar hesabına özlərinin ərazilərdə, yəni əhali siyahıya aldırmışdılar və vergi dəftərləri təyin etmişdilər, vergi dəftərləri yaratmışdılar. Həmin burada da 1724-35-ci illər ərzində də Azərbaycanda hakimiyyətdə olduqları müddətcə vergi dəftərləri yaradırlar və həmçinin Naxçıvan dəftərlərində, Naxçıvanın vergi dəftərləri də sübut edir ki, Osmanlılar ümumiyyətlə uşaqlardan, qocalardan, xəstələrdən, şikəst qadın və zehni əməklə məşğul olanlardan ümumiyyətlə vergi almırmışlar və vergilərdən azad imişlər bu şəxslər. Həmçinin Osmanlıların hakimiyyəti dövründə vergilər müqatiyə formasında iltizama verilirdi. Müqatiyə nədir? Ayrı-ayrı şəxsə vergi toplamaq üçün verilən icazə, həmin o iltizam, hüquq, müqatiyə. Yəni müəyyən şəxs müəyyən bir pul qarşılığında vergi toplama hüququna sahib olurdu. Bəs sual oluna bilər ki, Rusların və Osmanlının işğalı altında olan torpaqlarımızda Azərbaycan bölgələrində üsyan qalxmırdımı həmin Ruslara və Osmanlılara qarşı? Təbii ki, qalxırdı. Məsələn, 1724-cü ildə Salyan bölgəsində Ruslara qarşı üsyan, 1727-ci ildə isə Qarabağda, ümumi Qarabağ bölgəsində Osmanlıya qarşı xalq hərəkatı başlamış olur. Təbii ki, bu proseslər Azərbaycanın daxili vəziyyətinin ağır olduğu qənaətinə gəlməyimizə imkan verir və demək olar ki, 18-ci əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanda həm əfqanların belə qarşılıqlı törətməsi, həm Xəzər sahili vilayətlərdə Rusların hakimiyyətdə olması, həm demək olar ki, Azərbaycanın bir hissəsinin Osmanlılar tərəfindən tutulması ölkənin daxili vəziyyətini gərginləşdirmişdi və bütün bunlardan sonra 2-ci Təhmasibin sərkərdəsi olmuş Nadir xan 1726-cı ildə demək Səfəvi ordusuna gəlir sərkərdə kimi. 1730-cu ildə isə Osmanlıya qarşı Osmanlının işğalçılıq siyasətinə qarşı bölgələri bir-bir azad etməyə başlayır. Məsələn, Həmədanı, Kirmanşahı, Təbrizi və Ərdəbili cənub bölgələrini azad eləyir. Lakin Xorasanda şaha qarşı üsyanın baş verməsi səbəbindən Nadir Xorasana getməli olur. Bu zamanda 2-ci Təhmasib Nadirin mövqeyinin ölkədə güclənməsindən qorxaraq Osmanlıya qarşı özü başlayır. Nadir Xorasanda olanda 2-ci Təhmasib özü başlayır Osmanlıya qarşı hərbi əməliyyatlar aparmağa. Lakin bu hərbi əməliyyatlar 2-ci Təhmasib üçün İrəvan və Həmədan yaxınlığında baş vermiş döyüşlərdə məğlubiyyətlə nəticələnir. Hətta Nadirin bu tutduğu, azad etdiyi ki, bölgələr var idi. Həmədan, Kirmanşah, Təbriz və Ərdəbil. Bu bölgələri demək olar ki, həmin Osmanlılar təzədən geri qaytarmış olurlar. Hətta Nadirin ölkədə olmamasından, yəni Xorasan bölgəsində olması zamanı 2-ci Təhmasib məcbur qalaraq bu məğlubiyyətlərdən sonra Osmanlılarla Kirmanşah sülh müqaviləsini imzalayır və Kirmanşah sülh müqaviləsi 1732-ci il 16 yanvar tarixində imzalanır. Müqavilə Osmanlı və Səfəvilər arasında imzalanıbdır və Araz çayı iki dövlət arasında sərhəd olur. Araz çayından şimal bölgələr verilir Osmanlıya. Yəni bu Nadirin icazəsi olmadan imzalanmış bir müqavilədir. Araz çayı sərhəd olmaqla şimal bölgələr verilir Osmanlıya. Araz çayından cənub ərazilər isə Səfəvi dövlətinin ərazisi kimi təsdiq edilmiş olur. Və buradan belə bir nəticə çıxarda bilərik ki, məsələn, Həmədan cənub bölgədə Səfəvilərə düşür. İrəvan şimal bölgədə Araz çayından Osmanlıya düşür. Məsələn, Təbriz Səfəvilərə düşür. Ondan sonra Gəncə bölgəsi Osmanlı himayəsi altında qalır. Tiflisdir, Dağıstandır, Şirvandır, Şamaxıdır. Bu şimal
bölgələr, şimal bölgələr demək olar ki, Cənubi Qafqaz əraziləri Osmanlılara verilmiş olur. Rəşt müqaviləsi isə Kirmanşah müqaviləsindən dərhal 5 gün sonra 1732-ci il 21 yanvar tarixində imzalanır. Bu müqavilə ruslarla Səfəvilər arasında imzalanıbdı. Həmin bu Rəşt müqaviləsinə əsasən isə 8 maddədən ibarət müqavilədə qeyd olunurdu ki, rus tacirləri yenə də ölkə ərazisində gömrüksüz ticarət hüquqları almaq hüququna malikdirlər. Rusiya ilə Səfəvilər əbədi dost olacaqlar və Kürdən cənubdakı Xəzəryanı bölgələr Səfəvilərə qaytarılmalıdır. Həmçinin rus tacirlərinin də Hindistana təhlükəsiz şəkildə getməsi, onların mallarının toxunulmazlığına təminat verilmiş olurdu. İndi biz xəritə üzərindən qeyd edək ki, hansı bölgələrdə hansı ki, demək Səfəvilərə qaytarılır. Kür çayından, həmin bu qeyd etdiyim Kür çayından sarı rənglə, qırmızı rənglə qeyd eləyək. Demək, Kür çayından cənubdakı Xəzər sahili vilayətlər, Xəzər dənizinin Kürdən cənubdakı aşağı bölgələri demək olar ki, bu bölgələr tamamilə Səfəvilər dövlətinə Rəşt müqaviləsinə əsasən qaytarılır. Amma ruslar Səfəvilərə deyirlər ki, həmin bu bölgələrə Osmanlı qoşunları ümumiyyətlə buraxılmayacaqdır. Osmanlı bu bölgəyə buraxılmayacaqdır. Rəşt müqaviləsində rusların əlində qalan bölgələr isə Kürdən şimaldakı Xəzər sahili vilayətləri olur. Terekdən cənubda, Kürdən şimalda, Terekdən cənubdakı Xəzər sahili vilayətlər qalır rusların hakimiyyəti altına və Kürdən cənubdakı bölgələr verilir Səfəvi hakimiyyəti altına. Və Nadir ölkəyə qayıdır. 1732-ci ildə təbii ki, Kirmanşah müqaviləsi Nadirin demək olar ki, qazandığı uğurların əksinə imzalanmış bir müqavilə idi. Çünki Nadir Həmədandır, Kirmanşahdır, Təbrizdir, Ərdəbildir. Bu bölgələri azad edib Xorasana getmişdi. İkinci Təhmasib də Osmanlıya qarşı demək mübarizəyə qalxandan sonra bu bölgələri itirdiyinə görə Nadir nə edir? Təbii ki, qəzəblənir və ikinci Təhmasibi taxtdan salır və onun kiçik oğlu 3-cü Abbası 1732-ci ildən 36-cı ilə qədər azyaşlı oğlunu 3-cü Abbas adı ilə taxta çıxardır və demək Nadir xan onun adından faktiki olaraq Səfəvi dövlətini 3-cü Abbasın adından idarə etməyə başlayır. Həmçinin Nadir Kirmanşah müqaviləsini də ləğv eləyir. 1732-ci ildə Həmədan və Kirmanşah bölgələrini də Osmanlıya qarşı mübarizə apararaq yenidən azad eləyir. 1732-ci ildə azad etmiş olur. Və Bağdad müqaviləsi 1733-cü ildə imzalanır. Həmin 1733-də imzalanmış Bağdad müqaviləsi Osmanlı ilə Səfəvilər arasında, yəni Səfəvilər tərəfdən bu müqaviləni imzalayıbdır. Demək olar ki, Nadir 1733-cü ildə imzalanmış Bağdad müqaviləsinə əsasən isə Osmanlıların son 10 ildə tutduqları bütün torpaqlar demək olar ki, geri qaytarılmalı idi. Ancaq bu müqaviləni təbii ki, Osmanlı sultanı nə edəcək? Təsdiq eləməyəcək. Lakin bu da Nadirin heç də Osmanlıya həmin torpaqları güzəştə gedəcəyi anlamına gəlmir. Nadir isə 1734-cü ildə Şamaxı bölgəsini gedir azad etməyə. Şamaxı bölgəsində də demək Hacı Davud əslində Şirvana hakim təyin olunmuşdu Osmanlı tərəfindən. Lakin bir müddət sonra Hacı Davud Osmanlının sözünə baxmır, belə desək, loru dildən. Osmanlı da Hacı Davudu vəzifəsindən azad eləyir, yerinə Dağıstan hakimlərindən biri olan Qazıqumuqlu Surxay xanı təyin eləyir. Həmin Qazıqumuqlu Surxay xanın Şirvan əhalisi və Şamaxı bölgəsinin əhalisi tərəfindən dəstəklənməsi, Osmanlılara yardım etməsi həmin Şamaxı bölgəsinin səbəb olur ki, Nadir 1734-cü ildə Şamaxını azad etdikdən sonra cəmaatın Ağsuya köçürülməsi, Şamaxı şəhərinin dağıdılması və Yeni Şamaxı deyirlər bu Ağsu şəhərinə, Ağsunun, yəni Yeni Şamaxı şəhərinin salınmasına səbəb olur. 1734-cü ildə Nadir tərəfindən saldırılır bu şəhər. Gəncə müqaviləsi imzalanır 1735-ci ildə və Nadir ruslara son sözünü demiş olur. 1734-cü ildə, 35-ci ildə imzalanmış Gəncə müqaviləsi Səfəvilərlə ruslar arasında imzalanır və bu müqavilədə deyilir ki, ruslar bütün Xəzəryanı bölgələri tamamilə tərk etməlidirlər. Yenə də rus tacirlərinə sərbəst və gömrüksüz ticarət hüquqları tanınmalıdır. 1735-ci ildə ruslar Azərbaycanı tərk edib gedirlər. Lakin Osmanlı qoşunlarının Azərbaycanı tərk etmək niyyətində olmadığını görən Nadir 1735-ci ildə İrəvan yaxınlığında Üçkilsə yaxud Üçmədzin adlanan bölgədə baş vermiş döyüşdə Osmanlı qoşunlarını məğlub edir və demək olar ki, 1735-ci ildə Osmanlı da, ruslar da Azərbaycanın torpaqlarından çıxıb gedirlər və Nadir xan Azərbaycan torpaqlarının ərazi bütövlüyünü təmin etmiş olur. Yəni işğalçıları ölkəmizdən qovur. Və Nadir 1736-cı ildə Suqovuşanda
Muğan bölgəsində qurultay təşkil eləyir. Həmin qurultayda şah titulu qəbul eləyir və Səfəvilər dövləti rəsmən 1736-cı ildə süqut etmiş olur. Hətta Nadirə bu qurultayda Qarabağdan gələn 32-lər, Ziyadoğlu, Cavanşir, 24-lər və Gəncədən gələn Ziyadoğlu tayfaları demək olar ki, şah seçilməsinə qarşı çıxırlar ki, Nadir şah sülaləsinə, şah ailəsinə mənsub deyil. Ancaq Nadir şah seçildikdən sonra həmin tayfaları Xorasana sürgün eləyir. Hətta Qarabağ bölgəsinin tərkibində olan Qazax, Borçalı, Şəmşəddil nahiyələrini də Gürcü hakiminə təhvil verir Nadir. Yəni Gürcü hakiminin tabeliyinə vermiş olur. Nadir şah ölkədə başlayır daxili, istər daxili, istər hərbi, istər mərkəzləşdirmə tədbirləri həyata keçirtməyə. Nə edir? Baş vəzir və sədrəzəm vəzifələrini ləğv eləyir, vəzifə bölgüsü aparır. Məşəd şəhərini Əfşarlar dövlətinin paytaxtına çevirir. Səfəvilər dövlətindəki İnzibati bəylərbəylik bölgüsünü ləğv eləyir, 3 bəylərbəyliyə bölür dövləti. Həmin o 3 bəylərbəylikdən biri Məşəd, digəri Şiraz və digəri isə Təbriz bəylərbəyliyi olur. Təbriz isə Vahid Azərbaycan adlı inzibati bölgünün mərkəz şəhəridir və həmin inzibati bölgüyə, yəni Vahid Azərbaycan adlı inzibati bölgüyə qardaşı İbrahim xanı hakim olaraq təyin eləyir. Həmçinin Nadir ölkə daxilində vergilərin yığılmasındakı özbaşınalıqları ləğv eləyir, ruhanilərin mülklərini dövlətin və xəzinənin xeyrinə müsadirə eləyir. Bütün bunlardan dövlətdə mərkəzləşdirmə tədbirləri həyata keçirtməyi bacarır. Bəs daxili siyasətdə nə edir? Dövlət torpaq fondu yaradır. Yəni dövlət torpaq fondunun şəbəkəsinin, yəni dövlətə məxsus torpaqların artırılması, sayının miqdarının artırılması üçün tədbirlər görür. Sahibsiz torpaqların becərilməsi üçün tədbirlər gördürür. Həm hansı ki, bu Qazan xanın dövründə də var idi. Sahibsiz torpaqların becərilməsi üçün tədbirlər, bayraq torpaqlarının becərilməsi üçün tədbirlərin görülməsi. Həmçinin mərkəzi hakimiyyəti möhkəmləndirir. Həmçinin hansı ki, ruhanilərin var dövlətini müsadirə etdirirdi. Ruhanilərə məxsus və dini idarələrə məxsus vəqf torpaqlarını müsadirə etdirir və hərbi islahata əsasən kəndliləri, yəni rəiyyəti hərbi qulluğa çağırmış olur. Həmçinin Nadirin ordusunda artilleriyadan, zəmburəklərdən, ağır artilleriyadan da istifadə edilirdi. Nadir də eyni Şah Abbas kimi Avropa dövlətləri ilə diplomatik münasibətlər saxlamışdı. Nadirin əsasən İngiltərə, Hollandiya və Rusiya dövlətləri ilə danışıqlar aparmasının əsas səbəbi onun İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmaq cəhdləri ilə əlaqəli idi. Lakin Osmanlı ilə yeni müharibə mərhələsinin başlaması, yəni Nadir Şah kimi də Osmanlı ilə müharibə aparıbdı. Osmanlı ilə müharibənin yeni mərhələsinin başlanması səbəb olur ki, Nadir nə İran körfəzində, nə Xəzər dənizində hərbi donanma yarada bilmir. Hətta Nadir güclü ordu yaratmağı belə hərbi islahata əsasən bacarır. Yəni Əfşarlar dövləti 11 il mövcud olmasına baxmayaraq 1736-cı ildən 1747-ci ilə qədər mövcud olmasına baxmayaraq güclü orduya malik olan dünyəvi tipli bir dövlət olur Səfəvilər dövlətindən fərqli olaraq. Hətta Nadirin dövlətində Qurandır, İncildir, Tövratdır, bu kimi dini kitablar dilə Azərbaycan dilinə, yəni o vaxtki Azərbaycan dilinə tərcümə də olunur. 1737-ci ildə isə Nadir xarici siyasət istiqamətində Mərkəzi Asiya və Hindistana yürüş etmiş olur. Eyni bunu Əmir Teymurdan oxşar cəhət götürə bilərik, Mərkəzi Asiya və Hindistana yürüş. 1738-ci ildə isə Nadir, hansı ki Əfqanlar 1709-cu ildə Qəndəhar şəhərini ələ keçirtmişdilər, həmin Qəndəhar şəhərini Nadir Əfşarlar dövlətinin tərkibinə geri qaytarmağı bacarmış olur. Bu zaman isə Azərbaycanda əhalinin vəziyyətinin ağır olması və əhali arasında yaxşı hökmdar axtarılması səbəbindən yalançı Səfəvi şahzadələri ortaya çıxırlar. Bunlar kimlərdir? Özlərini Sultan Hüseynin övladları kimi tanıtmış Sam Mirzələr. Həmin bu Sam Mirzələrdən birincisi 1743-cü ildə 1-ci Sam Mirzədə ortaya çıxır. Dağıstanlı Qazıqumluqlu Surxay xan da buna dəstək verir. Bu ikisi bir yerdə, nə bilim, Əfşarlar dövlətinin yaratdığı vergi sistemini falan filan bunu ləğv etməyə çalışırlar. Həmin bu 1-ci Sam Mirzənin tədbirlərinin nəticəsində demək olar ki, əhali arasında geniş ad-san, şöhrət qazansa da Nadir ona qarşı Şamaxı yaxınlığındakı döyüşə oğlu Nəsrullah Mirzəni göndərir və oğlu Nəsrullah Mirzə ilə baş vermiş döyüşdə həmin bu 1-ci Sam Mirzə məğlubiyyətə uğrayır.
1743-cü ilin sonlarında yeni bir Səfəvi şahzadəsi, yalançı Səfəvi şahzadəsi 2-ci Sam Mirzə peyda olmuş olur. Həmin bu 2-ci Sam Mirzə istəyir ki, Təbrizdə üsyana başçılıq eləsin, amma buna müvəffəq ola bilmir. Şirvanda üsyana başçılıq eləyir yenə də. 3-cü Sam Mirzə nə edir? Nadir Şah bu zaman Osmanlı ilə müharibə aparırdı. Görür ki, 2-ci Sam Mirzə ortaya çıxır və 2-ci Sam Mirzənin ortaya çıxmasına görə Nadir Şah Osmanlı ilə sülh bağlayır və müharibəni dayandırır 43-cü ilin sonlarında. Yenə də Nadir 2-ci Sam Mirzəyə qarşı Ağsu yaxınlığında baş vermiş döyüşə oğlu Nəsrullah Mirzəni göndərir. Yenə Nəsrullah Mirzə qələbə qazanır. 2-ci Sam Mirzə qaçır Gürcüstana və sonra Gürcü hakimi tərəfindən geri qaytarılır. Və bu zaman Şəkidə vəziyyət dəyişir. Şəki bölgəsində Hacı Çələbi adlı şəxs ölkənin hakimi, yəni Şəkinin hakimi, şəhər hakimi Məlik Nəcəfin etdiyi demək qəddarlıq və ağır vergi siyasətinə qarşı üsyana qalxır. Hacı Çələbi Şəkini ilk müstəqil xanlıq, özünü isə ilk müstəqil xan elan eləyir və Nadirin üzərinə gələcəyindən şübhələnərək Gələsən Görəsən qalasında müdafiə mövqeyi tutur. 1744-45-ci illərdə baş vermiş demək, Gələsən Görəsən qalasının müdafiəsi zamanı Nadir Şəkiyə hücum eləyir. Lakin bu yürüş o qədər də uğur qazana bilmir, yəni uğursuzluqla nəticələnir. Hətta qala yaxınlığında baş vermiş döyüşlər demək olar ki, Şəki üsyançılarının xeyrinə olur və ərzaq çatışmazlığı səbəbindən qala 45-ci ildə müdafiəni demək olar ki, dayandırır 45-ci ilin əvvəllərində. 1746-cı ildə isə Hacı Çələbi Nadirdən asılılığı qəbul eləyir ki, müstəqil Şəkinin Nadirdən asılı olaraq vəkil vəzifəsində qalmaq şərti ilə Nadirin hakimiyyətini Hacı Çələbi tanımış olur və 1743-cü ildən 46-cı ilə qədər 1743-46-cı illər arasında Osmanlı ilə Nadir arasında müharibə olub, yəni Əfşarlar dövləti ilə Osmanlı arasında müharibə baş veribdi. Bu müharibə 1746-cı ildə müqavilənin imzalanması ilə nəticələnir. Müqavilənin bir dənə şərtini bilsək bizə kifayətdir. Nəcəf şəhəri, İraqda yerləşən Nəcəf şəhəri həmin o Osmanlı dövlətindən qaytarılır Əfşarlar dövlətinin ərazisinə. Nəcəf şəhəri Əfşarlar dövlətinə birləşdirilmiş olur. 1747-ci ildə isə son olaraq nəhayət 3-cü Səfəvi şahzadəsi, yəni yalançı Səfəvi şahzadəsi peyda olmuş olur. Azərbaycanın cənub ərazilərində öz hakimiyyətini tanıtdırır, Ərdəbildə üsyana başçılıq eləyir, Təbrizdə hakimiyyəti ələ alır və onun tədbirlərinin nəticəsində 1747-ci il 19 iyun tarixində Nadir Şah, yəni Şərqin sonuncu fatehi adlandırılan Nadir Şah demək sui-qəsd nəticəsində öldürülür. 3-cü Sam Mirzə Nadir öləndən sonra demək olar ki, Nadirin yaratdığı idarə sistemini ləğv eləyir, Təbrizdə öz adına pul zərb etdirir falan filan, amma bu o demək deyil ki, 3-cü Sam Mirzə hakimiyyəti ələ keçirtdi, Səfəvilərə təzədən hakimiyyət qayıtdı falan, Nadir öldü, Əfşarlar dövləti 1747-ci ildə süqut etdi deyə 3-cü Sam Mirzə hakimiyyətə qayıtdı. Xeyr, bu o anlama gəlmir. 3-cü Sam Mirzə Nadirin məhz əmisi oğlu olan İrəvanlı Əmiraslan tərəfindən, İrəvan hakimi Əmiraslan tərəfindən edam edilir 3-cü Sam Mirzə və bütün bu proseslər Azərbaycanda daxili qarışıqlıq, feodal dağınıqlığın iqtisadi əlaqələrin zəifləməsi Azərbaycanın xanlıqlar dövrünə qədəm qoyması ilə nəticələnir və biz xanlıqlar dövrü haqqında növbəti videolarımızda danışacağıq. Sağ olun, salamat qalın.